16 dərəcə şaxta olacaq, yollar buz bağlayacaq. Günün hava haqqında məlumatını diqqətinizə çatdırırıq. Belə ki, bugün yanvarın 22-sidir və yanvarın 23-ünə olan günün hava haqqında məlumatını Milli Hidrometeorologiya Xidmətinə istinadən diqqətinizə çatdırırıq. Belə ki, sabah Bakıda və Abşeron yarımadasında gecə və səhər bəzi şəhər ətrafı ərazilərdə yollar buz bağlayacaq. Milli Hidrometeorologiya Xidməti məlumat verir ki, sabah hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulacaq. Yağmursuz keçəcəyi ehtimal var, lakin şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz isə 4-8 dərəcə isti olacağı gözlənilir. Məhz gecə və səhər bəzi şəhər ətrafı ərazilərdə yollar buz bağlayacaq. Rayonlarda da əsasən yağmursuz hava şəraitinin keçəcəyi gözlənilir, lakin gündüz bəzi dağlıq ərazilərdə qısa müddətli yağıntılı olacağı və qar yağacağı da gözlənilir. Bəzi yerlərdə isə arabir duman olacaq, mülayim qərb küləyi əsəcək. Havanın temperaturu 1-6 dərəcə şaxta olacaq gecə üçün, gündüz isə 5-9 dərəcə isti olacaq. Dağlarda isə gecə 7-12 dərəcə, yüksək dağlıq ərazilərdə 12-16 dərəcə şaxta, gündüz isə 0-5 dərəcə şaxta olacaq. Gecə və səhər bəzi dağlıq və dağ ətəyi rayonlarda isə yollar buz bağlayacaq.